Salam hörmətli izləyicilər, kanalıma xoş gəlmisiniz. Bugün çox vacib və aktual bir mövzudan danışacağıq. Yaş artdıqca, xüsusilə 50 yaşdan sonra bir çox insan yuxu problemləri ilə üzləşir. Gecələr saatlarla yata bilməmək, tez-tez oyanmaq, səhər yorğun oyanmaq. Bu problemlər getdikcə daha çox yayılır. Mütəxəssislər xəbərdarlıq edirlər ki, cəmiyyət olaraq yuxunun əhəmiyyətinə kifayət qədər diqqət yetirmirik və bu, gələcəkdə ciddi ictimai sağlamlıq probleminə çevrilə bilər. Amma xoş xəbər odur ki, kiçik və sadə dəyişikliklərlə yuxu keyfiyyətinizi əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilərsiniz. Bu videoda Yortango və digər etibarlı mənbələrə əsaslanan elmi araşdırmalarla dəstəklənən 6 praktik tövsiyəni sizinlə paylaşacağam. Vacib xəbərdarlıq. Bu videodakı bütün məlumatlar yalnız ümumi məlumat məqsədi daşıyır. Heç bir halda həkim məsləhətinin əvəzi deyil. Əgər ciddi yuxusuzluq probleminiz varsa, mütləq həkimə müraciət edin. Gəlin tövsiyələrə keçək. 1. Gündə ən az 20 dəqiqə günəş işığında olun. Günəş işığı bizim bioloji saatımızı, sirkadial ritmi tənzimləyən ən güclü vasitədir. Səhər və ya günorta saatlarında açıq havada günəş işığı almaq melatonin hormonunun axşam vaxtında düzgün ifraz olunmasına kömək edir. Araşdırmalar göstərir ki, gün ərzində kifayət qədər günəş işığı alan insanlar daha az stres yaşayır, daha enerjili olur və gecə yuxuya getməkdə çətinlik çəkmirlər. Pəncərənin içindən belə işləmir, mütləq çölə çıxın. 2. Axşam saatlarında maye qəbulunu azaldın. Su içmək çox vacibdir, amma yatmazdan 2-3 saat əvvəl maye qəbulunu məhdudlaşdırmaq lazımdır. Xüsusilə 50 yaşdan yuxarı insanlarda böyrəklərin iş rejimi bir qədər dəyişir və gecə tez-tez tualetə qalxmaq yuxunun dərin mərhələlərini pozur. Bu sadə qaydaya əməl etsəniz, gecə oyanmalarınız xeyli azalacaq. 3. Yatmazdan ən azı 2 saat əvvəl bütün ekranlardan uzaq durun. Telefon, televizor və kompüter ekranlarından gələn mavi işıq melatonin hormonunu ciddi şəkildə bastırır. Buna görə də yatmazdan 2 saat əvvəl bu cihazları kənara qoymaq çox vacibdir. Əvəzində kağız kitab oxuya bilərsiniz, rahatlaşdırıcı musiqi dinləyə bilərsiniz və ya sadə nəfəs məşqləri edə bilərsiniz. Bu vərdiş yuxuya getmə vaxtınızı xeyli qısaldacaq. 4. Magneziumla zəngin qidalar qəbul edin. Magnezium əzələləri və sinir sistemini rahatlaşdıran, bioloji saatı tənzimləyən çox vacib mineraldır. Pəhrizinizə badam, fındıq, balqabaq tumu, ispanaq, avokado və banan kimi qidaları əlavə edin. Bir çox mütəxəssis yatmazdan əvvəl magnezium zəngin qida və ya həkim nəzarəti ilə əlavə qəbul etməyi tövsiyə edir. 5. Kortizol, stres hormonu səviyyəsini aşağı saxlayın. Stres yüksək olduqda yuxuya getmək demək olar ki, mümkün olmur. Yatmazdan əvvəl xəbər oxumaq, gərgin filmlərə baxmaq və ya mübahisə etmək kimi vərdişlərdən uzaq durun. Bunun əvəzinə gün ərzində sizi narahat edən fikirləri kağıza yazın, brain dump, meditasiya edin və ya isti duş qəbul edin. 6. Günorta 20 dəqiqədən çox yatmayın. Qısa gündüz yuxusu, power nap, yaddaşı və diqqəti yaxşılaşdırır. Ancaq 20 dəqiqədən artıq yatmaq gecə yuxusunu pozur və sizi daha da halsız edə bilər. Əgər günorta yuxusu yatmaq istəyirsinizsə, timer qoyun və 15-20 dəqiqə ilə məhdudlaşdırın. Hörmətli izləyicilər, bu 6 sadə tövsiyəni həyatınıza ardıcıl şəkildə daxil etsəniz, 2-3 həftə ərzində fərqi hiss edəcəksiniz. Yuxu bizim ən güclü təbii dərmandır. Yaxşı yuxu immuniteti gücləndirir, əhvalı ruhiyyəni yaxşılaşdırır və hətta yaşlanmanı ləngidir. Siz bu problemlə qarşılaşırsınızmı? Hansı tövsiyəni artıq tətbiq edirsiniz və ya ilk olaraq hansından başlamaq istəyirsiniz? Rəylərdə mütləq yazın, birlikdə müzakirə edək. Videonu bəyənməyi, kanala abunə olmağı və zəngişanı aktiv etməyi unutmayın. Sağlam qalın, yaxşı yuxular görün.